9-cu sinifin sınaq suallarının izahına davam edirik. 6-cı sınağın bir sualına baxaq. Yaxşı adam ifadəsi əsasında müəyyən edin. Belə suallarda əgər müəyyən edirdiksə, burada doğru, səhv yazılmayıbsa, deməli biz doğru olanları götürməliyik. Yəni doğrudan doğru, yanlışdan yanlış götürməliyik. Əsas nitq hissələrindən ibarətdir. Yaxşı adam, bəli, sifət, isim. Sonra bu doğrudur. Birincisi doğrudur. Bizə lazım birincisi. İkinci tərəfi mübtəda olsa, birinci tərəfi təyin olacaq. Bəli, yaxşı adam bizə tərəf gəldi. Kim? Adam. Hansı adam? Yaxşı adam. Bəli, doğrudur. Birinci tərəf olacaq təyin, ikinci tərəf mübtəda. Bu da doğru fikirdir. 3. Bəzi məqamlarda parçalanmadan bir cümlə üzvü olur. Xeyr, yəni bu birləşməni biz bir cümlə üzvü kimi götürə bilmirik. Ona görə ikincisi düzgün idi, üçüncüsü yanlışdır. Sonra yanlışdırın altından yazılıb. Sabit söz birləşməsi kimi də düşünülə bilər. Sabit söz birləşməsi bilirik ki, frazeoloji birləşmədir. Bu birləşmə frazeoloji birləşmə ola bilməz. Ona görə bu fikir yanlışdır. Yanlışın altına yanlış verildiyi üçün götürürük. 5. Tərkibindəki sözlər həm məna, həm də qrammatik cəhətdən əlaqələnib. Bu söz birləşməsidir. Və biz bilirik ki, söz birləşməsinin tərifində də yazılıb ki, söz birləşmələri həm məna, həm də qrammatik cəhətdən bir-birlə əlaqələnən sözlər olur. Bu doğru fikirdir. Amma yanlışın altından yazılıb. Ona görə biz bunu götürmürük. Onda cavabımız olur. Doğrunun altından doğrular. 1, 2, yanlışın altından yanlış 4. 1, 2, 4 cavabımız B bəndi.